Bir neçə gündür ölkənin bəzi ərazilərində və Bakıda dumanlı hava şəraiti hökm sürür. Paytaxtı bürüyən qatı duman görmə məsafəsini məhdudlaşdırdığı üçün bir sıra çətinliklər də yaradır. Bəs maraqlıdır, havanın qatı dumanlı olmasının səbəbi nədir? Müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Belə ki, gündüz saatlarında yer səthində havanın temperaturunun yüksək olması, gecə isə yerüstü təbəqədə səthin soyuması və temperaturun aşağı enməsi nəticəsində inversiya dumanı formalaşır. Mülayim və az sürətli küləklərin üstünlüyü dumanın davamlı olmasına şərait yaradır. Dumanlı hava şəraitinə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə diqqətli olmağı tövsiyə eləyir. Dumanlı hava fəsil üçün xarakterik olan atmosfer hava hadisəsi olsa da, məhdudiyetli görünməyə səbəb olmaqla əlverişli hesab edilir və ağırlıq dərəcəsi yüksək olan, o cümlədən zəncirvari toqquşma hadisələrinin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə artırır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xüsusilə Respublika əhəmiyyətli avtomobil yollarında sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığından, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyəti olmasını nəzarətdə saxlamağa, ötmə, manevr etmə, dayanma, durma, parklama zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Dumanlı hava şəraitinin martın 14-nədək fasilələrlə davam edəcəyi gözlənilir.